Xankəndi şəhərində növbəti səyyar asan xidmət təşkil edilib. 23 iyul tarixinə kimi vətəndaşlar şəxsiyyət vəsiqələrinin ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilərlər. Vəsiqəmin vaxtı bitmişdi, onu dəyişmək üçün gəlmişəm. Bərdə rayon sakiniyəm. Yoldaşımın işi ilə elə gəlib buradayıq, burada qalırıq. Bərdəyə getmədən burada vəsiqələri rahat dəyişəcək. Xankəndi şəhərində 3 ildir burada, 3 ilə yaxındır yaşayıram. Vəsiqəmi gətirdim, köhnə vəsiqə idi belə deyim. Yeni vəsiqə ilə əvəz olunması üçün xanıma müraciət elədim. Mənim ürəyimcədir, yəni çox gözəl. İndiyədək işğaldan azad olunmuş ərazilərdə Zəngilanın Ağalı kəndində, Cəbrayıl rayonunda, Tərtərin Talış kəndində 1200-dən çox vətəndaşımıza səyyar formada xidmət təşkil etmişdir. Ümumiyyətlə isə səyyar asan xidmət avtobusu vasitəsindən bugünədək 3 milyon 380 mindən çox vətəndaşa səyyar xidmət təşkil edilmişdir.